Salam dostlar. Deməli, bugün biz İlham Əliyevin çaqqallarından danışacağıq. Bir sürü çaqqalı var İlham Əliyevin və ölkəni də həmin çaqqallar, həmin o şakallar vasitəsilə idarə edir. Və bu adamlar ki, İlham Əliyev bunlardan iş verən düzəldib, üzə duran düzəldib, qatil düzəldib, bunlardan prokuror düzəldib, icra başçısı təyin edib və bu sürünün hamısı birlikdə bu adamlar şakallar. Və İlham Əliyev də Azərbaycanda hakimiyyəti, Azərbaycan dövlətini məhv edib, yerinə bir dərəbəylik yaradıb. Və İlham Əliyevin dərəbəyliyinin adı Şakallar Dərəsidir. Nə baş verir? Bax, bu insanlar ki, İlham Əliyevə xidmət edirlər. Bəzi hallarda bu xidmət edən insanlar nəsilliklə, ailəliklə bu İlham Əliyevin kölələridir, qullarıdır. Məsəl üçün, bir saxta hacı vardı. Hacı İbrahim Nehrəmlidir. Və İbrahim, bu adam İbrahim. Güya həccə getmişdi, güya nə bilim, həci idi, Xəzər adalarını inşa edirdi. İş adamı kimi təqdim olunur. Əslində Əliyevlərin, daha dəqiqdirsə, Paşayevlərin əl buyruqçusu idi. Ona deyənləri eləyirdi və çoxlu adamları bədbəxt eləmişdi bu adam. Xeyli adamdan pul götürdü, dövlət vəsaiti mənimsədi. Dəladuzdular bu adamlar. Bir Xəzər adaları adında bir nəhəng proyektə başlamışdı. Güya bu Dubaydakı kimi dənizin içində adalar tikirdi. Və onun ideyasının yeri gəlmişkən Emin Ağalarov gerçəkləşdirir indi. Braze tikir, dənizin içində adalar tikir və s. və ilaxir. Əslində bu Hacı İbrahim Nehrəmlinin ideyasının uğurluğudur. Sadəcə olaraq onun arxasında birbaşa İlham Əliyev durdu. Nehrəmli bu həcini də vurdular. Bu həcinin bir qardaşı da Nazim İbrahimov idi. O Diaspora Komitəsinin sədri idi. Bu İbrahim Nehrəmli Azərbaycanda insanları bir evi 10 nəfərə satırdı, 15 nəfərə satırdı. Çoxlu ailələri bədbəxt eləmişdi. Onlardan biri də siz tanıyırsınız, Elşad Məmmədovdur, bloger, adınızda İsveçrədə yaşayan bizim dostumuz, yaxşı oğlandır. Bu kasıblıqla böyüyən, kasıbçılıqla ayaqları üstə duran adam, zəhmətkeş bir adam idi. Müəyyən miqdarda pul qazanmışdı, pul toplamışdı öz zəhməti hesabına. Və bu Maşennik Həcidən 2 dənə mənzil almışdı. Səhv eləmirəmsə Təzə Bazarın yanında. Aldatdılar adamı. Adamın bir ömür boyu qazandığı pulları əlindən aldılar, evlərini vermədilər. Elşad itin zülmünü çəkdi Azərbaycanda. Onda mən də Azərbaycanda idi. Prezident aparatının qabağında aksiya keçirirdi Elşad. Orada körpə uşaqlarının qabağında polis onu sürüdü oralarda. Dalında Paşayevlər durdu. Bütün media yazdı, bütün dünya yazdı. İlham Əliyev hamı bildi hadisəni. Hamı bilirdi nə baş verdiyini. Amma Elşadın pulunu qaytarmadılar da, mənzillərini vermədilər da. Təqib edildilər, Elşad da məcbur oldu vətənini atsın, ölkəsini atsın, köçsün xaricə. Belə Elşad kimi bu saxta həci, bu dırnaq arası həci yüzlərlə vətəndaşı, yüzlərlə Azərbaycanlı anlatmışdı. Bunun bir qardaşı Nazim İbrahimov, səhv eləmirəmsə, Diaspora Komitəsinin sədri idi. İşi, peşəsi xaricdə olan müxalif adamları, xaricdə olan siyasi mühacirlər haqqında məlumat toplayıb DTX-yə ötürmək idi. Danos yazmaq idi işi və bir də İlham Əliyevə yaltaqlanmaq idi. Əvəzində milyardlarla pul qazandı. Bakın yarısını tikidilər bu qardaşlar. İndi bugün xəbər oxuyuram ki, nə baş verir? Deməli, bunların bir dənə də Maşennik qardaşı var. Elə dələduzluq üstündə də tutulub, hazırda 13 saylı cəza çəkmə müəssisəsindədir. Sahib İbrahimov dələduzluqla, rəsmən dələduzluqla tutulub. Həbsxanadadır. Amma şakallığını həbsxanada da davam etdirir. O həbsxanada bizim siyasi məhbuslar var. Xeyli sayda siyasi məhbuslar var. İndi İlham Əliyev ölkəni vəziyyətə salıb ki, bütün həbsxanalarda siyasi məhbuslar var, o cümlədən 13 sayıdır. Bir də mütəllim
Orucovdur, Mütəllim Orucdur. Mütəllim Orucov Almaniyada yaşayır, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür, siyasi fəal adam olub. Almaniyada da, Azərbaycanda da siyasi fəaliyyətlə məşğul olub. Almaniya onu deportasiya elədi, qanunsuzluq elədi Almaniya ona qarşı, ədalətsiz bir qərar çıxartdı. Azərbaycana gedən kimi adamı narkotiklə şəhərləyib həbs elədilər, həbsxanadadır. 7 il iş verdilər. Almaniyada yaşayan adam güya Azərbaycana qayıtan kimi narkotik ticarətindən məşğul olub. Küllü miqdarda narkotik şəhərlədilər adamı. Qubada da döymüşdülər. Qubada çox onu tutulan vaxtı çox əxlaqsız hərəkətlər eləmişdilər ona qarşı. Zorakılıq tətbiqləmişdilər ona qarşı. Vəkili də Nemət Kərimli idi o zaman, səhv eləmirəmsə. Bütün hüquqi işlər görülməsinə baxmayaraq adam tutdular, 7 il iş verdi. İndi o həbsxanada, 13 saylı həbsxanada, digər biz Almaniyadan deportasiya olunandan sonra Bakıda aeroportdaca həbs olunan başqa bir siyasi məhbus var, Emin Məlikov. Əsəb xəstəsi, ruhi xəstədir. Almaniyada da xəstəxanada müalicə olunur. Elə ona qarşı da ədalətsizlik olundu. Elə birbaşa xəstəxanadan Azərbaycana deportasiya edilmişdi, Bakıda aeroportda tutdular. O da həmin həbsxanadadır. İndi taleyin işi elə gətiribdir ki, bu şakal Sahib İbrahimov, bu saxta həcinin, keçmiş diaspora sədrinin qardaşı, Dəladuz, Maşennik, Sahib İbrahimovla eyni həbsxanadadırlar, eyni zondadırlar. Bu Sahib İbrahimov bütün siyasi məhbusları görəndə, o cümlədən də bu Mütəllim Orucovu görəndə təhqirli, provokasiya çəkir. İstəyir ki, orada dava düşsün, istəyir ki, orada bunlara qarşı aqressiv hərəkət olsun. Çünki şakaldır, çöldə də həmin şakal olur. İçəridə də şakallığından qalmır. Çöldə bunlardan İlham Əliyev istifadə edir. İndi o qədər aşağı səviyyəyə düşüblər ki, o qədər cındırlı olublar ki, bu adamlardan orada nazorlar istifadə edir. Bax, bu sahibdən nazor istifadə edir, rəis istifadə edir. Nə bilim, orada dəstə rəhbəri bundan istifadə edir. Siyasi məhbuslara təhqir elətdirir, siyasi məhbuslara qarşı provokativ hərəkətlər elətdirir ki, onlar da buna qarşılıq versinlər və siyasi məhbuslara işgəncə verməyə, siyasi məhbuslara qarşı növbəti qanunsuzluq eləməyə bir əsas yaransın. Bax, bu sahib kimilər, bu Həci Nehrəmlilər, bu Nizami bu diaspora təşkilatının, diaspora komitəsinin keçmiş sədri. Bax, bu adamlar, belə adamlar bütün ömrü boyu İlham Əliyevə və onun komandasının kölələridir. Çünki bax, bu adamlar dərsi bir qəpikli olmayan, əxlaqsız, savadsız, ilk növbədə savadsız, əxlaqsız, heç bir mənəvi dəyərləri olmayan, heç bir insanın xüsusiyyəti olmayan adamlar çox böyük vəzifələrə İlham Əliyev təyin edib. Bunlar ömründə qazana bilməyəcəkləri sərvətə sahib olublar. İnsanları aldadıblar, dələduzluqla aldadıblar. Bax, bu adam, Hacı İbrahim Nehrəmli. Bax, bu yüzlərlə adamı aldadıb, böyük proyektlər həyata keçirib, Beynəlxalq bankdan pul götürüb atıb, oradan pul götürüb atıb, buradan pul götürüb atıb. Çünki arxasında paşa evlərdir. Bu bir dələduz. Sahib bir başqa cür dələduz. Onun dələduzluğu biraz saymaqla qutarmaq olmaz. Axtarıb tapa bilərsiniz. İnternetdə oldu onun cinayət işi ilə bağlı, açıqdır o ilə bağlı məsələlər. Nizami savadsız, tupoy bir adamı gətirib qoymuşdular bu diaspora komitəsinin sədri. O diasporaya ayrılan pulları mənimsəməklə məşğul idi. Bir də mühacirəti izləmək, mühacirət haqqında məlumat toplamaq, birinin üstünə 10 da qoyub İlham Əliyevin qarşısına qoymaq məqsədi. Çünki bu məsələləri şişirdib İlham Əliyevə təqdim edirlər. İlham Əliyev də loxdur, belə məsələlərdə qorxur. Mən deyim, belə yekə-yekə danışmağına baxmayın. Siyasi məsələlərdə, siyasi fəalların izlənməsi, xüsusən də mühacirət məsələsində İlham Əliyev loxdur, hamı loxluyur onu. DTX loxluyur onu, Xarici Kəşfiyyat İdarəsi loxluyur onu, bu nizami kimləri loxluyur onu. Bax, bizim Tiflis özəyi adlandırmışdılar, bizim Gürcüstanda yaşayan müxalif fəalları və müstəqil jurnalistləri. Bizim izlənməmiz üçün, mənim oğurlanmağım üçün üst-üstə 10 milyon dollar pul almışdılar İlham Əliyevdə. 10 milyon dollar. Orada biz 10 nəfər adamın izlənməsi və mənim oğurlanmağım üçün. İlham Əliyev belə loxdur. Və bu diaspora komitəsinin o vaxtki sədrdə, indiki sədrdə İlham Əliyev belə loxluyur ki, biz bunları şey deyirik.
Üstəlik də indi İlhamı belə loxlamaq üçün Avropada bir sürü vəkillər peyda olunub. Güya bu vəkillər vasitəsilə bizə qarşı Avropa müxtəlif ölkələrində cinayət işi qazanırlar. Milyonlarla pul qazanır həmin vəkillər. Hələ büyümə qədər heç kəsi tutmayıblar. Nə bilim, killerlər gətirirlər, nə bilim, o müxtəlif cinayətkar qrupların bossları İlham Əliyevdən pul sayı belə götürür ki, Məhəmməd Mirzəlini döyürlər, Orxan döyürlər, məni izləyirlər, Qəniməti izləyirlər. Güya bizi öldürəcəklər, Vidadi İskəndərlini öldürüblər. Bax, bu İlham Əliyevin pulları ilə Bayram Məmmədovu Türkiyədə öldürüblər, Hüseyin Bakıxanovu öldürüblər, Vüqar Rızayev Belçikada öldürüblər. Və bir qrup çaqqal, bir qrup şakal İlham Əliyevin xidmətindədir. Və İlham Əliyev Azərbaycan dövlətlər siyasətini çıxardı. Azərbaycanda dövlət qoymayıb İlham Əliyev. Azərbaycanda mövcud olan struktur, dövlət adına olan şey dərəbəyliyidir. Çaqqallar dərəsi adlandıraq bunu. Çünki bu ölkə, bax belə çaqqalların hesabına insanları qorxu altında, şantaj altında saxlayaraq İlham Əliyev hakimiyyətini davam edir. Belədir Azərbaycanda vəziyyət. Və Azərbaycan xalqı, bax, bu adamlardan qorxmamalıdır. Bunların asıb kəsib kükrəkməklərinə baxmayın. Bunlar əjdaha qiyafəsində olan çaqqallardır, qorxaq adamlardır. Və biz ayağa qalxarıqsa, xalq olaraq ayağa qalxarıqsa, bu sürü bir həftə ərzində rədd olub gedər Azərbaycandan. Özümüzdə cəsarət tapmalıyıq və bu çaqqallar dərəsini yenidən Azərbaycan Respublikasına çevirməliyik. Sağ olun.